Təbii ki, biz azadlığımızı bərpa eləmişik. Amma o demək deyil ki, sabahımız təhlükədə olmaya bilər. Görürsünüz ki, dünya dəyişir, ara qarışıb, dünya hansı gündədir. Ona görə də bu müstəqillik qoruyub saxlamaq üçün əslində daha çox diqqətli olmalıyıq. Bu çox böyük bir nemətdir ki, Tanrı bizə bəxş eləyib və tək Tanrı bəxş eləməyib, həm də bizim aydınlarımız, şəhidlərimiz qanı ilə, canı ilə, canının bahasına bu günləri bizə qazandırıblar. Ona görə də Rüstəm Behrudinin o bir gözəl şeiri var, dar ağacı şeiri var ki, əgər Azərbaycan xalqı dünən də dar ağacına çox böyük cəsarətlə salam verib bilibsə, bugün də verir və təbii ki, sabah da verəcək. O baxımdan istəyəm o dar ağacı şeirini səsləndirmək. Yolumu gözlədin hər səhər axşam. Salam dar ağacı, əleykim salam. Əcəllə ölməyə doğulmamışam. Salam dar ağacı, əleykim salam. O hansı millətdir talihi sirdir. 100 adla bölündü, yenə də birdir. Məni huzuruna bu dərd gətirdi. Salam dar ağacı, əleykim salam. Xəzəri Baykalı aralı gördüm. Gördüm can üstədi, yaralı gördüm. Tanrını bəndədən aralı gördüm. Salam dar ağacı, əleykim salam. Çarxı tərs fırlanır fələk qarının. Turan kölgəsində budaqlarının, rəngi bayrağında yarpaqlarının. Salam dar ağacı, əleykim salam. Əvvəlin axırı, sonun əvvəli buymuş, bilməmişəm bunu mən dəli. Qorxum yox, qorxum yox, nə olsun başın göy dəlir. Salam dar ağacı, əleykim salam. Səni mən əkmişəm, mən sənə qədim. Səni suvarmağa halaldır qanım. Torpağın rəng alsın qanımdan mənim. Salam dar ağacı, əleykim salam. Ey darın ağacı, kimlə kəməm kəm? Ya səni yendirirəm, ya sənə yennəm. Ya da budağında yarpağa dönəm. Salam dar ağacı, əleykim salam. Qazağam, Qırğızam, Özbək, Türkmənəm. Başqırdam, Kərküqəm, elə görk mənəm. Sənin gözlədiyin qərib türk mənəm. Salam dar ağacı, əleykim salam. Əleykim salam. Qəbul et, növbəti qurbanın mənəm. Sənin canın məndə, bir canın mənəm. Elə qürrələnmə, hər yanın mənəm. Salam dar ağacı, salam